Papuna Lotsulaşvili və Laşa Abisonashvili üzərində həyata keçirilən zorakılıqda ittiham olunan 6 polis əməkdaşı Aleksey Badalovi, Georgi Tsqyalaşvili, Sabac Avelidze, İvani Misireli, Vladimir Goderdishvili və Besso Malatsidze barəsində həbs qəti imkan tədbiri seçilib. Qərarı Gori rayon məhkəməsinin hakimi Germani Dadeşkelyani qəbul edib. Məhkəmə prosesində saxlanılan polislərdən heç biri iştirak etməyib. Təqsirləndirilən şəxslərin bir hissəsi ittihamı qəbul etmir, digər hissəsi isə mövqe bildirməkdən imtina edir. İş üzrə növbəti məhkəmə iclası 24 iyul saat 12:00-da keçiriləcək. Papuna Lotsulaşvili barəsində də araşdırılma aparılır. Söhbət polis əməkdaşına qarşı zorakılıq ittihamından gedir. Vəkilin sözlərinə görə cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə aparılır və Lotsulaşvilinin günahını təsdiqləyən heç bir sübut yoxdur. Bugün həmçinin məlum olub ki, proseslə paralel olaraq Papuna Lotsulaşvili və Laşa Abisonashviliyə zərər çəkmiş statusu verilib. Müxalifət Alyansının aksiyası müxalifətin öz daxilində qarşılıqlı ittiham mövzusuna çevrilib. Alyans üzvlərinin bir hissəsi aksiyada iştirakçı sayını, digərləri isə şüarı tənqid edib. Gürcüstanın sabiq prezidenti Mikhail Saakashvili isə həbsxanadan müxalifətə müraciət edərək onların növbəti fəaliyyət planının nə olduğunu soruşub. Saakashvili müxalifət Alyansının payıza qədər aktiv fəaliyyət planlaşdırmamasından narazıdır və yeni şüarı da bəyənməyib. Hakim komanda isə bildirir ki, müxalifətdəki gərgin qarşıdurma cəmiyyətin inamsızlığı və uğursuzluqla bağlıdır. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, Ukrayna ilə bağlı danışıqlar çərçivəsində Avropa İttifaqı Rusiyadan ordusunun azaldılmasını, həmçinin Moldova və Gürcüstandan qoşunlarının çıxarılmasını tələb edə bilər. Onun sözlərinə görə, bu Avropanın təhlükəsizlik maraqlarına uyğundur. Hakim Gürcü arzusu komandasında isə bu bəyanatı spektik qiymətləndirirlər və bildirirlər ki, Avropa bürokratlarının Gürcüstana qarşı addımlarını bir neçə bəyanat örtbasdır edə bilməz. ABŞ prezidenti Donald Trump bildirib ki, İranla danışıqlarda bütün kartlar Vaşinqtonun əlindədir. Fox News-a müsahibəsində Trump qeyd edib ki, əgər razılaşma ABŞ üçün qənaət bəxş olmazsa, İrana qarşı hərbi əməliyyatların başlaması yenidən mümkün ola bilər. O həmçinin deyib ki, ABŞ-ın Tehran üzərində çox böyük təsir rıçaqları var və hərbi baxımdan Amerika İranı artıq məhv edib. ABŞ-ın Maliyyə naziri Scott Bessent bildirib ki, İranla mümkün razılaşmanın taleyi Donald Trumpın qərarından asılı olacaq. O həmçinin Omanı Hörmüz boğazında rüsum tətbiqinə dəstək verməməyə çağırıb və ABŞ-ın buna yardım edən tərəflərə qarşı sərt tədbirlər görəcəyini deyib. Peter Madyar bildirib ki, Brüsseldə NATO-nun baş katibi Mark Rutte ilə görüş keçirib. O qeyd edib ki, Macaristan alyansın etibarlı tərəfdaşı olaraq qalır, lakin Ukraynaya silah və hərbi texnika göndərmir. Görüşdə NATO sammitinə hazırlıq və Hörmüz boğazındakı vəziyyətə müzakirə olunub. Tbilisi şəhər məhkəməsi Giga Avalyaninin işi üzrə saxlanılan İrakli Sulaberidze və Demetri Qasradze barəsində həbs qəti imkan tədbiri seçib. Prokurorluq məhkəmədən ən sərt qəti imkan tədbirinin tətbiqini tələb edib. Prokurorun sözlərinə görə iş materiallarında təqsirləndirilən şəxslərin gördüyü çox saylı zorakılıq video görüntüləri var. Hüquq mühafizə orqanları İrakli Sulaberidze və Demetri Qasradzeni 27 may tarixində hakimin qərarı əsasında saxlayıb. Onlar qrup halında zorakılıq hərəkətlərində iştirak etməkdə ittiham olunurlar. Təqsirləri sübuta yetirilərsə, onları 6 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. Düşün əzələ distrofiyasından əziyyət çəkən uşaqların valideynlərinin dərmanların maliyyələşdirilməsi tələbinə Səhiyyə Naziri yenidən münasibət bildirib. Nazir qeyd edib ki, dərmanların təhlükəsizliyi ilə bağlı Avropa ölkələri ilə daimi əlaqə və məlumat mübadiləsi aparılır. O həmçinin nadir sinir əzələ xəstəlikləri olan şəxslər üçün yeni xidmətlərin tətbiqindən danışıb. Kənd Təsərrüfatı Komitəsinin səyyar iclası Mçxeta bələdiyyəsində Kənd Təsərrüfatı Elmi Tədqiqat Mərkəzində keçirilib. Görüşdə parlament sədri də iştirak edib. İclasda pivəçiliklə bağlı yaradılmış işçi qrupu da müzakirə olunub və yaxın zamanda pivə bişirmə ənənəsinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil ediləcəyi bildirilib.